Salam. Bugün coğrafyadan bəzi testlərin izahına baxacağıq. Başlayaq testlərə. Birinci suala baxaq. Eyler-Venn diaqramına əsasən aşağıdakı ölkələrin oxşar və fərqli cəhətlərini müəyyən edin. Ölkələr hansılardır? Mali, Afrika ölkəsi və Kamboca. Baxaq. Ərazisi 3,5 km yerləşir. Qrinviç kəsdiyi üçün bu xüsusiyyət Maliyə aiddir. Bir Mali üçün götürəcəyik, bəli. Dünya okeanına birbaşa çıxışı var, Kambocaya aiddir. Kamboca Hindistan yarımadasının cənubunda yerləşir. Deməli, ikisini götürəcəyik bura, təbii ki. Unitar Respublikadır Maliyə götürəcəyik, bəli. Həmsərhəd olduğu ölkələrdən biri OPEC-ə daxildir. Söhbət Əlcəzairdən gedir və Mali onunla sərhəddir. 4 aiddir Maliyə və paytaxtından ölkənin ən böyük çayı keçir. Niger və Mekong çaylarından müvafiq olaraq Niger və Mekong çaylarından söhbət gedir və biz bunu ümumi götürəcəyik. Bu da 5. 1, 3, 4, 5, 1, 3, 4, 2'ye 2, 3'e 5. Cavab A bəndi. Növbət suala baxaq. Növbət sual dünyanın heyvandarlıq sahəsinə aiddir. Bəli. Suala baxaq. Deməli, südlük, ətlik, südlük maldarlıq, sonra qaracıl qoyunçuluğunun xüsusiyyətlərini biz götürəcəyik. Baxaq, südlük istiqamətində. Biz bilirik ki, südlük istiqamət daha çox meşə zonasına, bir də inkişaf etmiş ölkələr üçün xarakterlikdir. Ona görə biz burada meşə 2, 1'ə 2'ni götürəcəyik, bəli. Sonra ətlik istiqamətdə mülayimin çölləri 1 aiddir. 3'ə götürək südlük maldarlığı, deməli, südlük maldarlığı daha çox şəhər ətrafı deməli, komplekslərə aiddir. Şəhər ətrafı heyvandarlıq komplekslərinə aiddir. 5 götürəcəyik. Qaracıl qoyunçuluqda məlumat verək. Qaracıl qoyunçuluğu nədir? Qaracıl qoyunçuluğu körpə quzu dərisi istehsal edilən bir heyvandarlıq sahəsidir və daha çox səhra ölkələri üçün xarakterlikdir. Və biz də bura səhra sözü axtaracağıq. Bəli, 3. 1'ə 2, 2'yə 1. 1'ə 2, 2'yə 1. Cavab C bəndi. Sonra növbətim. Müvafiq olaraq eyni ölkəyə məxsus olan ada, yarımadaları müəyyən edək. Malazya, deməli, Malazya, amma bura cavablara görə seçəcəyik. Ola bilər biz hamısını götürək, amma cavablara baxacağıq təbii ki. Amma biz hamısını götürək. Malazya adası hansı adada yerləşir? 7, təbii ki. Kalimantan 7 və Malazyanın yarımadasına baxaq. Malakka 7. 1-7 varmı? 1-7 burada var, amma görə bunlar düzdürmü? Danimarka, Zelandiyadası 4. Yarımadası Jutlandiya deməli, ancaq Jutlandiya yarımadası Danimarka mı yerləşir? Yox, cənubunda Almaniya yerləşir. Deməli, İspaniya, Kanar, deməli, Piriney B misal üçün götürəcəyik belə. Və Balear da götürəcəyik 6. 6'ını da götürəcəyik İspaniyaya. Təbii ki, Balear da İspaniyaya aiddir. Norveçə götürəcəyik Spitsbergen 2 və Skandinaviya A-nı götürəcəyik. Biz indi uyğunlaşdıq cavaba. 1, deməli, baxaq hansılar ola bilər. Məsələn, bəndinə baxaq. 1, 4, 1 Malazya, 4 Zelandiya ola bilməz. Ona görə bəndi ola bilməz. 4'ə baxaq. 2'yə 4. 2'yə 4 D düzdür. 3'ə 6 B düzdür. 4'ə də 2A düzdür. Cavab D bəndi olacaq. Növbətim. Suala baxaq. Böyük səhra yüksək sürətlə cənuba doğru irəliləyir. Bu prosesin baş verdiyi ölçülər, əsas səbəblər və nəticələrin uyğun ardıcılığını istəyir. Ümumiyyətlə, səhrada hansı ölkələrdə səhralaşma problemi var? Onları götürəcəyik. Mauritaniya götürəcəyik, bəli, Mauritaniyanı burada. Sonra Nigeri götürəcəyik və Çadı götürəcəyik. Tanzaniya və Angolanı götürməyəcəyik. Görək, burada hansı səbəblərdən dolayı bu hadisə baş verir? İqlimin deməli, dəyişməsi və su axımının dəyişməsi. İlkini götürəcəyik, bəli. Nizamsız heyvanların otarılması 3'ü götürəcəyik, bəli. Sonra bitki heyvanatının məhv edilməsi 2, 3, 5'i götürəcəyik. Nəticələrə baxaq.
Biomüxtəliflik azalacaq, əlbəttə ki, azalacaq. Sonra torpaqların məhsulları aşağı düşəcək, əlbəttə ki, məhsulları aşağı düşəcək. Və yerin üst qatı yuyulması deməliyinə götürək, mühafizə olan ərazinin genişləməsi olmaz. Yerin üst bir də iyi götürəcəyik. Kənd təsərrüfatında yarı torpaqların artması yox, əslində azalması olar. Deməli, 1, 4, 1, 3, 4, baxaq, 1, 3, 4, 1, 3, 4, tak, sonra 2, 3, 5, 2, 3, 5, sonra A, C, E. Varianta baxacaq yeni biz. Biz varianta baxaq. Görək variant hansı olacaq. 1, 3, 4. 1, 3, 4, 2, 3, 5, A, C, E. Cavab B bəndini götürəcəyik. Növbəti testə baxaq. Ümumiyyətlə, yarımadalar verilib və onlara aid xüsusiyyətlər. Bu, ümumiyyətlə, sertifikasiya üçün, MİQ üçün, abituriyentlər üçün də vaz keçilməz, qaçılmaz test tapışıqlarından biridir. Bax bu, diqqətli olmalıyıq. Kiçik Asiya, Skandinaviya və Timer. İndi biz xüsusiyyətləri oxuyaq, sonra hansına aid onu götürək. Konverjent deyilsə avtomatik biz dərhal Kiçik Asiya aiddir. Çünki digərləri platformada yerləşibdir. Fəaliyyətdə olan vulkan, heç birində fəaliyyətdə olan vulkan yoxdur, deməli. İki iqlim deyirsə, Skandinaviyanı aid edəcəyik ki, fəsillər aidi müşahidə edilir. Bunu da Skandinaviya götürə bilər, amma Kiçik Asiyada götürə bilərdik. Orada fəsillərin aidi müşahidə edilməsi var. Baykal və Mezozoy qırışıqlığı zonlarında yerləşir. Bu da Timer'a aiddir, Timer'ın aşağısında. Ümumiyyətlə, deməli, Asiyanın şimal-şərqində Mezozoy qırışıqlığı zonası geniş yayılıbdır. E-ni götürəcəyik, bax bura. 1-ə A, 2-yə, deməli, 1-ə A götürsək, 2-yə C, D də götürə bilərik, bəli. Amma fəsillərin aidi müşahidə edilməsini həm Kiçik Asiya, həm də Skandinaviyana aid edə bilərik. 3-ə E-dir. 3-ə E-dirsə, baxaq. 3-ə E, 1-ə də A. Deməli, 2-yə C götürə bilərik, baxaq. 2-yə C. C ilə desən razılaşacağım, 2-yə C. Deməli, iki iqlim. Amma fəsillərin aidi müşahidə edildiyini, deməli, fəsillərin aidi müşahidə edilməsi daha çox, bəli, Kiçik Asiyandır. D-ni götürəcəyik bura. Silək buradan, əlbəttə ki. Çünki Skandinaviyanın cənubunda mülayim iqlim olduğu üçün fəsillər aidi müşahidə edilir. Amma Skandinaviyanın şimalında fəsillərin aidi müşahidə edilməsi pozulur. Çünki 66.1 kəsdiyi üçün. Bu daha çox, bəli, Kiçik Asiya üçün xarakterlidir. Cavab ona görə də A bəndi götürəcəyik. Cavab A bəndi. A bəndi. Növbəti sual. Növbəti sual Azərbaycanla bağlıdır. Bu da vacib suallardan biridir. Olmazın olmaz deyərdim mən bu suala. Vacib sualdır. Yayı quraq keçən soyuq iqlim deyirsə, dərhal yayı quraq keçən soyuq ən geniş yayılmış hissəsi təbii ki, Cünut qapıcıqdadır. Biri götürəcək Cünut qapıcıqa, bəli. Qarmaqvar Şam ağaclarından yayılan, buna ehtiyac yoxdur, deməli, ərazisi 2 tektonik zonalara buna ehtiyac yoxdur. Ərazisində neogen yaşıl söküntülər təbii ki, aiddir, neogen 4-ə, bura, bəli, deməli. Çünki Qarmaqvar Şam desək, biz bura Gəncə fizik coğrafiyayını axtarmalıydıq, ona görə təbii ki, ehtiyac yox idi. Sonra Mezozoy erasına aid süxurlar üstündür deyir və çayları daşlıdır. Bu aiddir 5-ə, bəli, 5-ə aiddir. Küdrü Şirvanı təbii ki, biz burada gətirmə konusunu Küdrü Şirvanı götürəcəyik. 6, deməli 1-ə 4, 2-ə 5, 3-ə 1, 4-ə 6-ını götürəcəyik. Bu qədər hörmətli müəllimlər. Digər sualların izahında görüşərik. Sağ olun.